Bilirsinizmi, Azıq mağarasında tapılmış çənə sümüyü qədimliyinə görə dünyada 4-cü yerdədir. Bu fakt kifayət edir ki, ən qədim insanların məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu bəlli olsun. Azıq mağarası Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavənd rayonunun Azıq kəndində dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir. Mən oğlumla tək olduğum üçün risk edib dərinliklərə gedə bilmədim. Çünki hansı heyvanlarla qarşılaşacağım bəlli deyil. Tarixən də bəllidir ki, bu mağarada ayı, şir, gərgədan, qaban, at, maral, cüyür, bu kimi heyvanların sümükləri tapılır. Hətta orada mən bir neçə heyvanın səsini eşitdim. Mən saymağı unutdum, ancaq deyilənə görə Azıq mağarasından qalxan pillələrin sayı 700-dür. Ünvertörnamə rabitə dövlət tərəfindən qorunur. Mən əmin deyiləm. Necə dərindir? Gəl gedək. Nə ola bilər uzağı? Hüseyin getməyək. Qorxuram. Bir-iki ilə turlar açılanda gələrik. Buradan da su damır. İlan olmaz. Ay. Hə? Türkiyədə getmişdi bir dənə mağaraya. Ora turistik yer idi də. Ora güvənli idi. Hər yer işıqlı idi. Belə deyil. Mən burada yüzümü heç güvəndə hiss eləmirəm. Hər yerdən ilan çıxacaqmış kimi hiss edirəm. Burada hep oksigen azdır ya. Nəfəs alamıram burada. Oranı bağlayıblar artıq. Elə bil ki, ilk insan mağaradan çıxır. Səs nə səsdir? Tüfəngsiz çıxmaq çox ağılsız bir şeydir. Heç kim garanti verilməz ki, burada ayı ya vəhşi yox. Nə səsdir? Oyun bitdi.